Əz-Zariyat surəsi 60 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə, sovurub dağıdan küləklərə, yağış yüklü buludlara, asanlıqla üzüb gedən gəmilərə və ruzi bölən mələklərə and olsun ki, sizə vəd olunan həqiqətdir, haqq hesab da labüddür. Cürbəcür ulduz yolları olan göyə and olsun ki, sizin sözləriniz müxtəlifdir. Ondan, Qurandan və ya imandan zatında dönüklük olan kimsə dönər. Məhv olsun yalançılar, o kəslər ki, cəhalət girdabına düşüb qafil olmuşlar. Onlar haqq hesab gününün nə vaxt olacağını soruşarlar. O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir. Onlara deyəcəklər, dadın əzabınızı, bu sizin tez tələsik gəlməsini istədiyiniz şeydir. Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar. Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişlər.